Parlaq rənglər və bərbəzəklər olmadan necə tərz görünmək olar? Əgər siz də parlaq rəngləri və bərbəzək aksesuarlarını sevmirəm, bu halda darıxdırıcı görünməmək və fərqlənmək üçün nə etməliyəm sualı yaranırsa, bu mövzu tam sizə aiddir. Tərz görünmək mütləq rəng və ya bərbəzək üzərindən qurulmalı deyil. Bir çox hallarda o daha sakit və incə üsullar hesabına yaranır. Oturuş. Bədənə yaxşı oturan geyimlər demək olar ki, həmişə daha yığcam görünür. Ən sadə parça belə bədənə uyğunlaşdırıldıqda tamam başqa cür işləyir. Hətta kiçik bir düzəlişdən sonra insanlar həmin geyimə münasibətini dəyişir. Baxmayaraq ki, model və rəng eyni qalır. Buna görə də xüsusilə qarderobunuzda çoxlu baza geyimləri varsa, dərziyə müraciət etməyi məsləhət görürəm. Materiallar. Görünüşdə parlaq rənglər və bəzəklər olmadıqda əsas rolu parça oynayır. Bu neytral kombinlərdə xüsusilə hiss olunur. İpək, yun, kaşmir, kətan, sıx pambıq formaya yaxşı düşür. Əlavə səy göstərmədən obrazı daha bütöv göstərir. Fakturalar və forma. Neytral obraz çox vaxt məhz tekstura və siluet hesabına işləməyə başlayır. Burada ayrı-ayrı detallar yox, onların bir-biri ilə uyğunluğu vacibdir. Həcmli sviter və dəri şalvar, strukturlaşdırılmış parça və yumşaq parça, dəqiq xətlər və düşünülmüş proporsiyalar bərbəzəksiz daha xarakter yaradır. Monoxrom. Bir rəngdə və ya bir-birinə yaxın çalarlarda qurulan obrazlar sakit görünür və silueti vizual olaraq uzadır. Praktikada bu diqqəti qəsdən cəlb etmədən yığcam görünməyin ən sadə yollarından biridir. Bəzəksiz vurğular. Çox vaxt bu rolu üst geyim, ayaqqabı və ya çanta oynayır. Yaxşı biçimli trençkot, maraqlı formalı ayaqqabı, aydın konstruksiyalı çanta bütün obrazı toplaya və onun tonunu müəyyən edə bilər. Belə qarderobda xırda detallara xüsusi diqqət çəkilir. Saç düzümü, baxımlı dəri, ümumi səliqə. Bunlar yığcamlıq və sakit ifadəlilik hissini daha da gücləndirir.